Son günlər gündəlik tələbat məhsulu olan tərəvəzlərin qiymətində kəskin şəkildə artım var. Dəyərli dostlar, bazarda əsasən kartof və soğanın bahalaşdığı nəzərə çarpır. Statinfo əməkdaşı digər bazarları və marketlərə nisbətən ucuzluğu ilə fərqlənən Vasmoy bazarı dediyimiz 8-ci kilometr bazarında müşahidə aparıb. Məlum olub ki, kartofun qiyməti kiloqramı 1 manat 40 qəpikdən 2 manata qədər dəyişir. 1 manata satılan soğanın bazarda hazırki qiyməti 1 manat 20, 1 manat 30 qəpik aralığındadır. Satıcılar da bildirirlər ki, bu mövsümi amillərlə bağlıdır. Belə ki, artıq köhnə məhsul bitmək üzrədir və bazara yeni məhsulun çıxması gözlənilir. Hazırki qiymətlərin ən azı 1 ay qüvvədə qalacağı, yalnız faraş məhsul kütləvi şəkildə bazara çıxandan sonra enəcəyi gözlənilir. Onu da qeyd edək ki, Bakı bazarlarına Pakistandan tutmuş Türkiyəyə qədər bir çox ölkələrdən kartof ixal olunur. Özümüzün əlimiz ayağımız yox da, öz kəndçimizə o şəraiti yarada bilmirik. Gədəbəyin hamısı işsizlikdən gəlib oturub Bakıda. Ondan sonra Tovuzun da həmçinin. Cəmaət bizim kartofdan danışır, biz Pakistandan kartof alırıq. Və həmin o kartoflar da yerli kartoflardan keyfiyyətcə aşağıdır. Soğana gəlincə, son vaxtlar Özbəkistandan ixal olunan məhsullar bazarda özünə yer tutur. Bu amillərin bazarda tələb-təklif qanunu uyğunluğunun necə dəyişəcəyi, yerli fermerlərə necə təsir edəcəyi də deməli, qarşıdakı dövrdə bilinəcək. Həqiqətən, bax, bu mövzu mən başa düşmədim. Yəni, Azərbaycan Pakistandan başa düşdüm, silah ala bilərsən, nə bilim, başqa şeylər ala bilərsən, paltar ala bilərsən, amma da kartof almaq yoxdur. Yəni, dünyada bizim məhsullar qədər keyfiyyətli və dadlı, bu, biz Azərbaycanlı olduğumuz üçün məsələsi deyil. Yəni, belə bir şey yoxdur. Amerikadan da, Türkiyədən də, Fransadan da gəlir, deyir ki, sizin quzu ətində, qoyun ətində xüsusi bir dad var. Yəni, bunu başqa ölkədən gələn etiraf edir. Həmçinin eyni şeylər tərəvəzə də aiddir. Xüsusi bir səbəbi var da bunun, nədirsə. Amma sənin kartofun adlandır, sənin kartofun buradan Rusiyaya satılsın, sən də Pakistandan kartof al. Bu çox biabırçı vəziyyətdir. Rusiya bazarında Azərbaycan məhsulu deyəndə Rusların gözü 4 olur. Ki, Azərbaycandan gəlib bu kartof, yəni hansısa məhsul. Onu öz bazarlarına, baxın, mən başa düşürəm iş adamları filan, amma kartof istehsal edənlər, müəyyən bölgələr var da, Tovuz, Şəmkir, Gədəbəydə çünki kartof istehsalı yox dərəcəsinə düşüb. Yalnız kimsə qapısında əkir, 2-3 meşə, o da öz istifadəsi üçün. Bu adamlara şərait yaradın və ölkə bazarlarını birinci təmin edin. Özümüz yedik, doyduq, indi Moskvaya kartof satırıq. Bu çox böyük bir nətər deyərlər, yanlışdır. Düzdür, o kartofu əkən adamların baxış bucağından yanaşsaq, onlar daha çox qazanmaq istəyir, anladım. Amma sabah Rus orada bir qanun çıxardır ki, Azərbaycan kartofunda filan cücü var, boyunların bükürlər, gətirirlər, burada satırlar. Yəni, sən pis məqamda, dar məqamda, buradan nətər deyərlər, dolanırsan da. Necə ki, bəzi restoranlarımız ərəb paltarında səni görməsələr, içəri az qala buraxmırdılar. İndi ərəbləri o qədər allatdılar, heç onlar da gəlmir və qalıblar yerli müştərilərin ümidinə. Yəni, biraz tez özünüzdən çıxmaq, tez belə, nə bilim, havalara girməyə ehtiyac yoxdur, dəyərli izləyicilər.